Sujetimizlə davam edəcəyik. Bayaqdan anonslarını təqdim etdiyimiz bir sujetdən söhbət gedir. Həyətdəki qarajlar insanların həyatını kabusa çevirir. Uşaqlar oynamağa yer tapmır, bina sakinləri istirahət eləməyə yer tapmır. Sürücülər də deyir ki, biz maşınlarımızı hara eləməliyik, ay qardaşlar, ay yoldaşlar. Baxaq görək, ortaq məxrəcə necə gəliblər, ümumiyyətlə gələ biliblərmi? Uşaqlar nə velosiped sürə, nə də oynaya bilir. Böyüklər isə özlərinə kustar üsulla oturacaq düzəltməli olub. Blokun ağzına stol düzəltmişəm. Arvadlar da indi istəyəndə gəlir də qonşuda deyə bilmənəm oturma. Gəlirlər oturur. Yer yoxdur, qəti yer yoxdur. Söhbət Qaraçuxur qəsəbəsində baxımsız qalan həyətdən gedir. Suraxanlı rayonu Qaraçuxur qəsəbəsi Zaur Şərifov küçəsi 22 nömrəli binanın sakinləri həyətlərinin abadlaşdırılmamasından şikayətçidirlər. Deyirlər ki, xüsusilə də həyətdə uşaqların oynamağa, qocaların isə oturmağa bir yeri yoxdur və həyətdə olan qarajlar isə sakinlər üçün əməlli başlı problem yaradır. Burada təkcə qarajlar deyil, həmçinin burada olan çörək sexi də böyük bir ərazini tutur ki, bu da binanın həyətində oynamaq üçün yeri məhdudlaşdırır. Bina 1984-cü ildə sakinlərin ixtiyarına verilib, amma o vaxtdan bəri həyətdə heç bir abadlıq işi aparılmayıb. Əvəzində qarajlar tikilərək ərazi zəbt edilib. Qarajlarım o başdan bu başa hamısı sökülsün, vəssalam. Mən heç nə istəmirəm. O başdan bu sökülürsə hamısı sökülsün. Yox, biri alınır, biri qalırsa mümkün ola bilmir. Onda bunlara da dərinməyəcək. Uşaqlar bütün yayı inanın ki, heç oynaya bilmədilər bir. Çünki hamı maşını dayanır, o deyir maşınımın yanından keçmə cızılır. Məsələ qarajla da bitmir. Bu ərazidə yerləşən çörək zavodu da həyətin böyük bir hissəsini tutub. Bir də oturmağa yerimiz yoxdur. Uşaqların oynamağa yeri yoxdur. Əziyyət çəkirik, maşın keçir, uşaq az qalır vursun. O kooperativ tikə-tikə gəlib çörək zavodu eləyir. Sırf də bu boyda sex idi. İndi döndərib buna boyda zavod eləyir. Hər yerdən tikir. Qarajlar da bizə lazımdır. Bəs biz siz özünüz də baxın da qızım, bu düzgündür. Bəs bu uşaqlar yazıqlar harada oynasınlar? Burada pekarna var, bina çörək zavodu var. Yəni kiçik balaca sexlərdən başlayaraq hal-hazırda bir zavoda dönüşübdür. Hal-hazırda bugünkü gün indicə xəbərimiz oldu ki, binamızın həyətində olan bir örtülü qarajı da hətta alıbdır, gəlib blokumuzun içinə qədər giriblər. Yəni biz həyətə düşərkən uşaqlarımızın nəzarəti üçün oturmağa bir dənə skamyaka tapmırıq. Bina çörək zavodundan şifahi olaraq dedilər ki, zavodun ərazisi binanın həyətinə aid deyil. Məsələ ilə bağlı Suraxanlı rayon 137 saylı mənzil kommunal istismar sahəsindən isə bildirildi ki, bununla bağlı müvafiq qurumlara artıq müraciət edilib. Çox mərtəbəli binalarımızın qarşısında yerləşən qarajlarla bağlı araç şəklində aidiyyatı üzrə məlumat vermişik. Növbəli şəkildə qarajlar sökülür. Abadlaşma işləri aparılır. Apardığı halda oturacaqlar quraşdırılır. Bir də məlumat üçün bildirirəm ki, binanın qarşısında yerləşən çörək zavodu bizim balansda deyil. Onunla bizim heç bir əlaqəmiz yoxdur. Bir sözlə, binanın həyətinin abadlaşdırılması məsələsi gündəmdədir. İndi qalır biraz da səbr edib gözləmək. Binanın həyətinin abadlaşdırılmasına ehtiyac var. Sakinlər deyir, nə vaxta qədər gözləyək, illərdir səbr edirik. Buraları bir səhmana salmırlar. Orada bir iki dənə skamya qoymaq nə çətin şeydir görəsən. Niyə onu etmirlər? Gərək bunun üçün hansısa qurumdan göstəriş mi ola? Olan həyəti də kimsə hansısa bir formada zəbt eləyib. Biri qaraj tikib, biri gətirib, nə bilim, zavod açıb, neyiniyib, eləyib artıq. Amma nəticə itibarilə o binada yaşayan insanlara həyət yanı sahə də lazımdır.